İşte düzgün nə ola bilər cümlə daxilində onu axtarırıq. Things you can do with your brain. Şeylər, yəni nələrsə sən edə bilirsən beynin ilə. Biz beynimizlə nə qara bilirik? 1. Smile gülümsəmək. Beynimizin gülümsəməyə nə daxili var? 2. Remember xatırlamaq. Bəli, biz beynimizlə xatırlayırıq. 2. 3. Speak danışmaq. 4. Decide qərar vermək. Bəli, biz beynimizdə fikirləşirik və qərar veririk. 5. Tell demək. Deməli, beynimizlə edə biləcəyimiz şeylər nə oldu? Nəyisə xatırlamaq və nəyisə qərar vermək. 2 və 4 düzgün cavab olacaq. 25-ci testə baxıram, antonim cütlərini seçirik. 1. Win, qalib gəlmək, lose, itirmək. Bəli, antonimdir. 2. Arrive, çatmaq, leave, tərk etmək. Bəli, bir evə çatmaqdır, bir evi tərk etməkdir. 2 antonimdir. 3. Fasten, bağlamaq, close, bu da bağlamaq. Bunlar sinonimdir. 4. Speak, danışmaq, say demək. Bunlar da sinonimdir. 5. Lend, borc vermək, borrow, borc almaq. Baxın, bu 5-ci testi bilmirsinizsə, lüğətinizə yazın, əzbərləyin. Borrow sözü borc almaqdır, lend sözü borc verməkdir. Mütləq şəkildə bunları yazaq və əzbərləyək. Daha sonra 26-cı testə baxıram, şəkillərə baxırıq və mətn tərtib etməliyik. Ürəyiniz necə istəyir o şəkildə tərtib edə bilərsiniz. Əsas mahiyyəti odur ki, şəklə aid olsun tərtib elədiyiniz mətn. Məsələn, mənim şagirdlərimdən biri bu mətni tərtib edirkən bura insan adı yazmışdı. Bu şəkildə insan yoxdur. Bura insan adı yaza bilmərsiniz. Bu şəkildə heyvan var, tülkü var, quş var, meşə var, ağac var. Şagirdimin biri belə yazıb ki, mənim adım Lunadır, mənim nə bilim 8 yaşım var. Bu şəkildə heç adam var 8 yaşı olar. Yəni mətni tərtib edərkən diqqətli olun ki, siz şəklə uyğun tərtib edirsiniz və bu şəkil sizin mətninizə aiddirmi? Yəni hər şey ağlınıza gələn şey yaza bilməli deyil, yazmamalısınız. Baxaq mən necə yazmışam, gəlin birlikdə baxaq. One day a black crow sat on a tree branch. Bir günləri qara bir qarğa ağacın budağının üstündə oturmuşdu. It had a piece of cheese in her beak. She had də yazmaq olar. Onun var idi bir parça pendiri dimdiyində. Suddenly a fox appeared. Qəfildən tülkü appeared. Göründü. Qəfildən tülkü gəldi, göründü. The fox saw the cheese and wanted it. Tülkü pendiri gördü və onu istədi. He said, you are so beautiful bird. O dedi ki, sən çox gözəl quşsan. Can you sing? Sən mahnı oxuya bilirsən? The crow felt happily and started to sing. Bir qarğa çox xoşbəxt hiss elədi və mahnı oxumağa başladı. The cheese fall down. Pendir ağzından düşdü, yerə düşdü. The fox took it and ran away. Deməli, tülkü onu götürdü və qaçdı. He said, you are beautiful but stupid. O quşa dedi ki, sən gözəlsən, amma axmaqsan. Mən bu şəkildə yazmışam. Bir də sizə mətnlə bağlı bir tüyo verim. Əgər cümləni indiki zamanla başlayırsınızsa, məsələn, şəkildə mən bir tülkü və bir quş görürəm. Quşun ağzında pendir var. Əgər hamısını indiki zamanda deyirsinizsə, bütün cümləni indiki zamanda yazın. Yox, mənim kimi keçmiş zamanda yazırsınızsa, göstərmə yazmışam one day, bir gün. Sit yazmamışam, sət yazmışam keçmiş zamanda. Əgər keçmiş zamanda yazırsınızsa, bütün feillərə diqqət edin, orada keçmiş zamanda yazasınız. Yəni birini indiki, birini keçmiş zamanda yazmayın. Bugünkü test izahım bu qədər. Ümidvaram ki, test izahım sizin üçün faydalı idi. Əgər hər hansı bir sualınız varsa və yaxud da hər hansı bir testi başa düşmədinizsə, yorumlarda yazmaqdan çəkinməyin. Videomu bəyənməyi, başqalarla bölüşməyi, ən əsası isə mənə dəstək olmaq üçün abunə olmağı unutmayın. Sağ olun, hələlik.